Zuhur vaxtı İmam Zaman gələcək, hamı düzələcək, hamı yaxşı olacaq. Amma sən biraz zirən yol indidən düzəl, indidən kömək al İmam Zaman ağadan. Onlar bizə həmişə yad eləyir. Hədislərdə var, özləri buyurur ki, biz şiyələrimizi həmişə yad eləyirik. Hədislərdə var, ad tanıyırlar. Allah qeyb elmindən, öz elmindən onlara da bildirir. Onlar bizi yad eləyir, amma lazımdır ki, hərdən biz də onları yad eləyək. Tez-tez yad eləyək. Yad eləməklə onlardan kömək istəyək, İmam Zamandan kömək istəyək. Bu kömək hamıya lazımdır, xüsusən dinə xidmət eləyən adamlara. Yadda saxlayaq ki, cəmiyyəti, insanları islah eləyən adam İmam Zamanın dostu olmasa bu işin öhdəsindən gələ bilmir. İmam Zamanın köməyi olmadan, ondan kömək almayan insan insanlara heç nə verə bilməz. Yaşadığı millətə, xalqa, vətənə, torbağa heç bir xidmət eləyə bilməz. Gərək o qapıdan kömək alasan ki, özün kiməsə kömək eləyə biləsən. Ona görə bəzi insanlar var, oturub gözləyir, ağa gəlsin, düzəlsinlər. Möminlərdən bəziləri var, ağanı gətirirlər. O adamlardan olaq ki, İmam Zaman ağanı biz gətirək. Hər birimiz bu arzuda olaq. O ki, gəlib bütün insanların qəlbini fəth eləyəcək, sən indidən ürəyini bağışla ona. Biz hərdən əlamət axtarırıq ki, görək hansı əlamət var İmam Zaman zuhur eləməyinin, neçə əlaməti var, onları axtarırıq. Bir alim dedi ki, gəlin əlamət axtarmayaq, özümüz əlamət olaq. Cəmaat bizə baxsın, desin, bu İmam Zamanın zuhurunun əlaməti filan kəsdir. Çünki hədisdə var, 313 dənə mömin dünyada olarsa, bütün dünyada, 313 dənə imanı kamil adam olarsa, İmam Zaman ağanın zuhuru bir gündə təxirə düşməz. O 313 dünyada yaxşı insan olarsa, İmam Zaman zuhur eləyər deyirlər, çalışaq o 313-dən biri mən olum, sən ol, özümüzə o arzu ilə, o istəklə yaşayaq, az şeyə qane olmayaq. İmam Zaman ağa gələndə hamı ona aşıq olacaq. Bu şübhəsizdir. Bir dəfə onun cəmalını görəndən sonra deyirlər, insanlar hamısı aşıq olacaq ona. Amma sən elə ol ki, o gələndə deyən ki, ağa, mən sənə elə əvvəldən aşıqım. Mən sənə heç görməmişdim aşıqım. İndi də görüb hamı aşıq olub, necə əleyhissalam deyir, pərdələr götürülsə, qiyamətdə yəqinimdə heç nə artmaz. Sən də İmam Zaman ağa ilə belə münasibət kur ki, sən qeybdə olanda elə mən səni necə təsəvvür edirdim, sən eləsən. Elə əlaqən olsun İmam Zaman ağa ilə. Cəmaat təəccüblənəndə ki, bu necə gözəl insandır, necə gözəl ağadır, sən onda təəccüblənməyəsən. Sən deyəsən ki, mən sizə demirdim ki, mənim ağam belədir. Sən indidən onu tanıyasan. İndidən İmam Zaman ağanı belə tanıyaq ki, bugün bizi ələ salanlar onu sabah görüb heyrətli olanda biz qıraqda dayanaq deyək ki, gördünüz. Biz neçə ildir bundan danışırdıq. Biz imamımızı sizə tanıttıranda siz deyirsiniz, bunların işi gücü qutarıb oturub gözləyirlər, kimsə gələcək, mən neynəyəcək. İndi baxın. Onda deyək ki, əlhəmdülillah, üzü qara olmadıq biz. İndidən biz onu tanıyaq, o gələndə hamısı heyrətdə qalanda biz təəccüblənməyək. Çünki biz o qeybdə olanda onu olduğu kimi tanıyaq. Elə insanlardan olaq ki, qəmi ürəyindən biz çıxardaq İmam Zaman ağanın. Hədislərdə var, İmam Zaman ağanın bir qəmi var əsas. O da bizim günahlarımızdandır. İmam Zaman ağanın şadlığı da əsasən bizim xeyir işlərimizdən. O qeybdə olduğu zaman onu şad eləyək xeyir işlərindən və qəmi ürəyindən çıxardaq, günah eləməməklə. Bir alim deyirdi ki, 1400 ildir ağa öz şiyələrinin və insanların ümumiyyətlə qəlbinin qapısının ağzında oturub qapını döyür, açan yoxdur. Az adamlar qəlbini aça bilir. Açır ki, gəl, ev sahibi sən ol mənim qəlbim. Bir bərbad evi görmüsən, biri gələr evə daxil olar, hər şeyi öz qaydasına salar, təmizləyər, silər. Qəlbin də sahibi odur. Biz qapını sadəcə onun üzünə aça bilsək, o bizim qəlbimizə daxil olsa, ev sahibliyini ona verə bilsək, o hər şey gəlib qəlbimizdə öz yerinə qoyacaq. O lazım olmayan şeyləri də çıxardıb atacaq ürəyimizdən. O qəlb evimizi abad eləyəcək. Sadəcə lazımdır ki, qəlb evinin qapısını onun üzünə açasan, indidən açasan. İnsan çalışa indiki zamanda o adamlardan olmayaq ki, ağa gələ, gözləyək, düzəldə hər tərəfi. O adamlardan ola ki, qabağa düşə, ağanın əlindən tuta, ağanı gətirə.
O 313 insan ki, 50'si hədisdə var, qadınlardır onların. 50'dən artığı qadınlardır. İmam Zaman Ağanı xüsusi dostlarının içində olan insanlar. Biri var, cəmaat hamısı hicab giyinəndə mən hicab giyən, biri var, indidən hicab giyəsən, ağa zuhur eləyəndə deyəsən ki, ağa indi hamı namaz qılır, amma mən o vaxtdan qılırım. İndi hamı başını bağlayır, amma mən elə o vaxtdan hicab idim. Çalışaq nümunə axtarmayaq özümüzə, çalışaq insanlara nümunə ola bilək. İmam Zamanın intizarının fəlsəfəsi budur ki, biz nümunə olaq. Deməyək ki, filan kəs də belə, o birisi də elə, özümüz görək nəyi və insanlara özümüz öz vücudumuzla məktəbimizi təbliğ eləyək.